Divanın üst hissəsini yumuşam. Quruyub gətirmişəm evə. Biraz evin havasını alsın. Gecə saat 12'dir. Hətta 1'ə işləyir. Yorulmuşam. Nərgiz sağ olsun 50 peçenili hər yerə sürtür. Dırmaşıq eləyir, ona görə belə bu vəziyyətdədir. İndi uşaqlar peçeni falan yeyiblər. Onları yığışdırım. Stolun üstünü təmizləyim. Sonra bunlar həm dünəndən qalan qurumayanlar var, həm də bugün yuyulan üst hissə bugün yuyulub. Dəsmal bir 2-3 dənə də uşaqların paltarıdır. İndi qara rənglər var. Gətirim onları sərin maşın qutarıb. Buradan gedəcəklər aparmaq üçün ben poyniş gətirim. Stullar falan hamısı fırlanıb. Baba teşekkür ederim. Kaynağı almıştım ben. Ben koyayım yerine. Bu arada uşaqlar yatıb ona görə asta danışıram. Bilmirəm göstərmişdim yoxsa yox. Qapını artıq keçirtmişik. Buralar səliqəyə salınmalıdır. Sonra bura işıq çəkib babam. Rozetka istemiştim, yerləşdirib. Burada şkaf olacaq. Fikrimizdə dəyişiklik eləmişik. Sabahlarım ətraflı izah eləyərəm. Ya digər videoda çəkərəm onu. Ki nə oldu, necə oldu. Mən düşünmüşdüm qapı bu yanda olsun. Buradan çıxarıq, amma düz üzbə-üzə qoyduq. Niyəsini falan sonra izah eləyərəm.
Divan örtüsünü də sərdim. Bu arada yeni il qabağı istəyirəm bu örtüləri dəyişim. Yeni ilə aid örtülər var. Divan örtükləri aşağı hissəsində belə yolkalı fason. İki cürəsini bəyənmişəm. Birində çox belə gözə batandı ki, bu yeni il üçündür. Biri də məncə sonra da istifadə eləmək olar. Düşünürəm ki, korичневый rəngdə alım, yəni qəhvə rəngdə. Çünki qırmızı falan alsam, bu rəng zaten varımdır. Qırmızı rəng alsam sonra istifadə eləyə bilməyəcəm. Ancaq yeni ildən yeni ilə istifadə eləyəcəm. Amma qəhvə rəng olanını alsam, sonra da istifadə eləyə bilərəm. Çox da qəşəng görünər. Bura ərinməsəm, şəkillərini qoyaram. Sizcə hansı daha qəşəngdir? Siz olsaz hansını alarsınız? Elə istəsiniz linkdə yerləşdirərəm. Açıqlamalar hissəsinə ki, almaq istəsəz yeni il qabağı siz də ala biləsiniz. Çünki yeni ildən sonra paylaşmağın adı yoxdur. Maksimum yeni ildən sonra alıb gələn il üçün saxlaya bilərsiniz. Çalışacağım ki, bu videoya əlavə eləyim ki, almaq istəyənlər gəlib elə linkdən götürsünlər, alsınlar. İnşallah mənim özümə də qalar. Belə. Burada nə qədər plisosdasam da gün ərzində mən Allah bilir neçə dəfə toz soran işlədirəm. Ona görə bu şunursuz toz soran olmağı çox yaxşıdır da. Bütün günü baxın yerdən çörək yiyorum. Bu arada paltarları da sərdim. Səsimi qaldırmağa qorxuram ki, hər kəs oyanacaq. Yadımıza düşmüşsün, çəkək. Benim yadımıza düşmüşsün, çəkək. Kapattı, yukarı kalkmalı. Toz soranın qabını və filtrini yumuşam. Qubqasını da yumuşam, asmışam. Qurusun. 24 saat qurumalıydı. Artıq yığa bilərəm yerinə. Kukuy. Kuka. Kukanın saçını dartıb yığmışam. Neydi, sənəyə bax. Əldəyim onu. Anaya çən. Anaya çən. Hardadır Nərgiz? Nərgiz hardadır? Həşirdədir. Həşirdə. Hardadır Nərgiz? Kuki. Ay kuku. Bu kaburada böyle ihtimal ki. Bu açım. Verim sana. Al. Ya bu ne olmaz. Böyle kaburada. Magnetli. Olmaz ara çıkmış. Bir tane de böyle kavruldu. Bunu ben almışam ona. Böyle ekran yeri, kamera yeri bağlanır. Telefon cızılmasın diye kamera yeri. Zamok. Nihayet şkaf demirlerimiz. Temizlemiş. Bakarım, yadımda değil. Mama da istemişti. Ne bileyim.
Yəqin, aha, şkafında. Nərgiz apar bunlar babaya. Cıqqılı kaşıyor. Bu anı. Zibişti bu. Aslı yandan ha. Bu hem de şablondu da. Bak burada kaplanan şeyin altına atıyoruz. Burada geçen zaman anlatıyorsun. Değişikler. Noktalara doğru koyuyoruz. Qabaqcadan bağlayırsan. Qabaqcadan bağlayırsan, sonra deşirsən. Yok kapatlarına bakıyorum. Kaç değilsen. Demək, yoldaşım üçün belə makaronla toyuq sinəsi qatıq, qaba tökməyəcəm. Biz zaten həmişə bankadan yeyirik. Ancaq özəl günlər olanda ya daha doğrusu belə xüsusi bir süfrə açmaq istəyəndə və yaxud da evdə çox adam olanda, papamda olanda, hamımız olanda, onda hə, başqablara tökürəm hər şeyi. İndi də əlim kələmlə qırmızılaşdı. Nəysə ki, yoldaşım üçün salatı ayrı qaba qoydum. Elə bil özümə biraz daha çox tökmüşəm. Yesə yenə var, yenə əlavə eləyərəm, yeyər. Makaronla ət, onun üçün xüsusi olaraq çox tökdüm. Çünki çox xoşdur o. Həm də ki, mən istəmirəm axşam vaxtı makaron falan, ət falan çox üstünlük vermək o qədər. Özümə biraz makaron qoydum, salatdan daha bol qoydum. Sok stakan yoldaşım üçün mən qazlı içkilər içmirəm demək olar ki, çox nadirən, nə bilim, 10 gündə bir dəfə biraz 1-2 qurtum yoldaşım içəndə ondan uğurlayaram belə. İndi yeməkləri aparım yeyək, sonra abur-cubur yeyəcəyik. Yeyəcəyik deyəndə mən simiçka çırtlayacağım, o fisteška falan yeyəcək, bir də kofe içəcəyik, bu qədər. Belə, indi aparım bunları yemək üçün. Burada qazanları bir-birinə eləyəcəm. Qalan salat budur. Qalsa sabahlarım Nazlıya verərəm. Bilmirəm, Nərgiz sevər yoxsa yox. Ona olar yoxsa yox. Kələmdir də, yəqin ki, heç nə olmaz. Qalsa ona verərəm. Sabah evdə olmayacağım. Ona görə çox eləmədim ki, qalmasın. İndi qalsa səhər
günortaya doğru biraz verərəm, yeyər. Salat xoşlayandı Nazlı, amma kələm sevmir, bilmirəm indi salatda sevəcək yoxsa yox. Yadımda deyil çünki əvvəllər eləyəndə yeyib yoxsa yox. Qablarımı quruyublar, yerinə yığacam. Xurma alıb yoldaşım, onu yuyacam, yeyər. Gül qoymuşam orada. O gözləyirəm saçaqları çıxsın ki, mən onu əkim. Buradakı həmişəki kimi qab qaşıq yığdım. Daha doğrusu qaşıqlar da daha çox. Gedək bizə nuş olsun. Saat 9-da uşaqları yatışdırmışam. Artıq saat 10-a qalıbdır. Niyə bu vaxtda qalmışam? Yoldaşımla bir yerdə yemək yeməkdən ötürü. Adətən çalışıram uşaqları yedizdirəndə yeyim. Bu dəfə yemədim. Uşaqları saat 7-də yedizdirirəm. 9-da yatırlar. Nərgiz bəzən olur ki 10-da, 11-də belə yatır. Bəzən də olur ki yatır. Ola bilsin birazdan dursun, ola bilsin durmasın. Yəni onun kefindən asılıdır. Burada bu hissələr yemişlikdən qopub tökülüb. Belə. İndi gedək biz yeməyimizi yeyək. Oy. Ama getirip bize koy, biz işlerimizin pulunu veririz, sonra götürürüz.